Bir il bundan qabaq çərşənbələrin biri idi, amma dəqiq yadımda deyil hansı çərşənbə idi. Mən də düşmüşdüm məhəlləyə uşaqlarla oynamağa. Elə düşdüm məhəlləyə, gördüm ki, yerdə bir dənə papaq var. Böyük ölçülü bir papaqdır, elə yerdə. Baxdım papağa, fikirləşdim ki, yəqin bunu külək ipdən yerə salıb da. Hə, yəqin yel çərşənbəsi imiş ki, yel onu ipdən yerə salıb. Hə, yel çərşənbəsində olur belə şeylər. Nəysə, baxdım papağa, biraz fikirləşdim, düşündüm. Dedim, bu papaq görəsən kimin ola bilər? Yadıma düşdü ki, bu 100% Ağaylı dayının papağıdır. Baxdım, gördüm ki, papağa baxanda Ağaylı dayının başı yadıma düşür. Nəysə, baxdım, elə deyib bildim ki, bu 100% Ağaylı dayının papağıdır. Olanı da evlərini tanıyıram. Nəysə, getdim elə döydüm qapını. Papağı uzatdım, qapını döydüm, papağı da uzatdım. Kişi çıxdı, götürdü, sırası getdi, heç üzümə də baxmadı demək olar. Çıxdı, içi dolu paxlava ilə, şəkərbura ilə, yumurta, bayrama aid olan hər bir şey var idi. Mən heç kişi mənə macal vermədi də sözümü deyim. Tez də qapını örtdü. Mən də ki, apardım, uşaqlara payladım. Anam mənə demişdi ki, tapşırmışdı ki, bək-bək, bax, heç kimə papaq atma, ha, ayıbdır. Atma heç kimə papaq. Mən də qorxumdan ilə payladım uşaqlara, bir yerdə yedik. Təzdən getdim bir də papağı vermək üçün, qapını döydüm. Kişi artıq biraz əsəbi baxışla baxdı mənə. Elə yenə də tez götürdü papağı, yenə əvvəl kimi macal vermədi, imkan vermədi. Tez tələsik ört qapını təzdən. Belə şey olar. Neysə, deyə bilmədim. Heç nə alınmadı. Yenə də alınmadı. Deyə bilmədim. Yenə getdim uşaqlara payladım. Bir dəfə getdim. Təzdən eyni şey oldu 3-cü dəfə. Artıq 4-cü dəfə gedəndə kişi əsəbi səslə dedi ki, ay bala, ayıb deyil. Biyağdan gəlmirsən. Sən uje 4-cü dəfədir gəlirsən. Biyağdan mən sənin papağına o qədər aynoğun qoymuşam. Doymadın bala, doymadın. Şəkərbura, paxlava, hər şey var içində. Bəs üstündə bir dəfə atdın duyan da. Mən də deyirəm ki, ay dayı, yox, mən başqa şey demək istəyirəm. Hə, nə demək istəyirsən? Papaq atmağa gəlməmsən. Niyə gəlmirsən sən bura? Gəl evimin içinə də gir, hər şeyi sök apar. Mən də imkan vermir də sözümü deyim. Başa düşmür. Deyirəm ki, ay dayı, bu papaq sizindir. Mən papağı sizə vermək üçün gəlmişəm bura. Papaq zad atmıram.